Sağ ol. Fikir vermişəm, marqat eləyəndə bir çox sürücülər onu hiss eləmir, hissiyyatı olmur. Gəlir siqnal verirsən, baxsınlar. Çox qəribədir. Yaman marqatın görsənir, zəifdir. Hissiyat vermir. Tuta bilməm söhbəti. Sür başa dönəm, sür. Səni gözləyirəm, sür. Sən keç. Sən çox pis sürürsən. Yaxşı sürmürsən. Sən. Yavaş ol. Səndən qorxuram yanından keçməyə. Çünki sən dəlisən, dəli. Keçim yanına. Bir dənə sənə siqnal vermişim, mən gəlirəm, biləsən. Və mən rahat keçim, gedim. Oyda. Belə. Deməli, axşam vaxtı safetyəm deyəndə bütün gün ərzində bugün safety olmuşam. Amma danışmamışam. Klassikdən sporda keçəndə, sportdan klasika keçəndə beynim qarşı olur. Biri dairəvidir, biri bir aşağı qalan yuxarı. Çaşıram. İndiki təzə dayonlarda bunun kimidir? Bir aşağıya qalanı yuxarıdır. Məndə də elə olardı. Yoxsa bratlar, adamı çaşır valla. Sportla klassikin də oturuşunda çaşıram. Bilmirəm, mahnı səsi sizə gəlir yoxsa yox. Səhər saat neçədir? 9-dur da. Qardaş qəmli mahnıya qulaq asar. Səhər ac qarnı adam qəmli mahnıya qulaq asar. Nə olur ba? Eşq acısı çəkirsən. Səhər eşq acısı olar. Acından öldürən bu eşq acısı çəkir. Türk mahnısına. Özü ağlayır müğənnidə Türk mahnı. Qanım qaraldı Allah haqqı. Tamam, acını ölür. Bu eşq dərdi çəkir. İndi bizə deyirsiniz ki, biz qırmızı işıqdan keçirik, qayda-qanunu pozuruq. Yəni sizin də əlinizə fürsətlər, siz də eynisini, maşın sürənlər, bax siz də eynisini edirsiniz. Sizin içinizdə necə belələri olduğu kimi, bizim də, biz motosiklet sürənlərin də içində belələri var. Biz deyərkən, biz motosiklet sürənləri deyirəm. Siz necə maşın sürənlərin içində belə qayda-qanunu pozan insanlar varsa, eyni qaydada o proses bizdə də var. Biz motosiklet sürənlərin içində də var. O deməkdir ki, siz maşın sürənlərin hamısı beləsiz. İndi motosiklet sürənlər tez gözə çarpır deyə, ona görə agresiya yanaşırsınız. O belələr də var. Hələ bu mənim kamyonuma düşəndir. Gəl bunlar nə qədər, belə insanlar nə qədər var? Meni indi. İnsandır, fərqi yoxdur hansısı nəqliyyat vasitəsini sürür. Həmin şəxs motosiklet sürsə də inib hadisəni törədəcək. Maşın da sürsə, kamoz da sürsə, tramvay da sürsə, təyyarə da sürsə, tutaq ki, misal üçün deyirəm. At da sürsə, eşək də sürsə, fərqi yoxdur. Sürmənin asılı olmayaraq həmin insan eyni hərəkəti görəcək. İnsan insandır, dəyişmir insan. Ona görə də mühakimə edərkən ədalətli şəkildə mühakimə eləyin. Dayından bir şey deyim ki, motosikletdə tormoza güvənmək olmur. Çünki ABS yoxdur. Bəzən elə şeylər də olur ki, qaçırmışam. Gəlməsən tormoz vermək istəyir, görürsən ki, yox, gəlib girəsən.
ABS olanda məsələn safety isə fərqi yoxdur hansı şeydə durur. Tormoza basan kimi oturur yerə. Onu bu motosikletlər gərək çox sürətlə sürməyəsən. Ya da sürətlə sürürsənsə qabağın çox boş olsun ki, hər hansı hadisə baş verəndə tormozlaya bilərsən. Yeni başlayan istirahətdə. Motosikletə zarafat gəlməsin. Bu zarafat sevmir. Ümumiyyətlə heç bir zarafat sevmir. Bu ümumiyyət zarafat sevmir. Bu motosiklet səni A nöqtəsindən B nöqtəsinə aparmağı çevir. Başqa heç bir şey. Yəni sən bununla sürət sürərsən, yox. Avtobusa, metroya, indi qiyməti 60 qəpik olub da. Avtobusa, metroya pul vermək istəmirsənsə və sən xərcin görsən daha çox çıxırsa, nə basabağı, saat falan filan bunları görmək istəmirsənsə, ən yaxşı seçim növüdür. Maşın varsa və xasta qalmaq istəmirsənsə, bu da yaxşı seçim növüdür. Məsələn, mənim maşınım var, amma mən xasta qalmaq istəmirəm, onu görə sürürəm. Və mənim seyfim də var, onu da şikərdə sürmək o qədər asan deyil. Yəni, probkada olanda ara işləmək olmur, çünki demə bucaq azdır. Bunu elə ki, sağ sol eləyəcən, gev girirsən. Hara etsən girirsən, balaca həm də. Onun həm çəkisi də ona görə ona siqnal verdim ki, qardaş, ehtiyatlı ol, yəni gəlirəm də. Nə özünü problem hesab, nə də məni. Yəni, mən istəmirəm ki, sənin hər hansı başına hadisə gəlsin. Yəni, sən istəmərsən ki, mən hər hansı başıma hadisə gəlsin. Nə sən istəyərsən, ziyan çəkəsən, nə mən istəyərəm, ziyan çəkəm. İkimiz də istəmirik. Allah eləməsin, hadisə baş verər, vurarsan, deyib, çıxaram əks yola, orada məni vurarlar. Ən azından özün bilirsən də burada hər şeyi. Mən sənə nə deyim ki? Ona görə çalışaq ki, bir ehtiyatlı olaq. Görürsün, yaşıl yanır, hə. Və çalışım kanallardan ehtiyatlı olun. Onlar ümumiyyətlə görmür. İndi bu dənəcək bura, mən də ona bərabər dənəcəm. Güzcümə bax. Kimsə toxunub güzcüm poxunu çıxarır, buna bax. Baba, ona niyə toxunursan? Bu sən nəyə lazım? Sən oyuncaqdır, niyə toxunursan ona? Harasa qoyub gedəndən sonra bax, gəlib görürəm ki, belə mənzərə var. Oynadıblar. Qardaş, sən güzcü bax, nəyə lazımdır? Bax, niyə ona toxunursan? Bax, indi mən yolu necə görüm? Allah haqqı, nə bilim, nə deyim ha. Yenə deyəcək, Azad danışdı. Deyəcək, Azad danışdı. Mən yazıq neyinim daha. Gələk belə baxım, belə ceb girəcəm. Bu seyfin bax, hoşum gəlir. Arxa tormuzu basan kimi oturur. Heç ön tormuzu basmıram. Amma bu dayanda bu hissi yoxdur. Disk olması bir şey pisdir, budur. ABS olması üstünlüyü budur. Oyda, günəş də sıxılar, görmürəm ha. Adamın qabağından belə adam qaç geçsə görmür. Oyda. Qaç qəşə yığdırıb motosikletini, tufanı, istiqlalı. Qabağa geçsəydi çəkərdim onu, xoşum gəldi. Mən bəyəndim şəxsən. Qəşə düz oturub, sport stilində. Yoxsa mənim kimi dombalmayıb ki. 250 kubda, 250 kublar bundan yuxarı getmir. Benzin dəyişmək olmurdular. Olur, hə. Sürət deyilən Olur, hə. ən maksimumda qədər. Maksimum qalsa 20 kilometr, 30 kilometr qalxar. Ondan çox qalxmaz. Amma ziyan olmaz. Olar, ziyan olar, hə. Hə. Hə də, motor daha sürmüyor olmur zaten vallahi mən şəhərdə 100-dən yuxarı qalxa bilmirəm. Şəhərin konusu da belə limiti o 50-60. Bəli. Bəli. Hələ probka varsa başlayır. Kim deyir probkada şey yaramır, yaxşı yarayır. Probkada Yarayır. Kim sən svetofor gözləyirsən. Hələ bir dənə probka olduğunda ki, maşın arasından keçərsən, belə deyəlim. Hə. Önündən keçərsən, xəşələ çıxır, gördün ki, eləyir onu, Düzdür. Şəhər geniş deyil ki, hər yerdə. Elədir. Azərbaycana yaramır. Oldu qardaşlar, sağ olun. Görürsən, bu şeylə hamı maraqlanır. Yəni, görünüşə görə hamı maraqlanır. Amma məsələn, dayın oraya gəlsəm, dayınla maraqlanmayacaq. Mafetdir də, yəni belə şeydir də.
Ona görə motosiklet həqiqətən rol oynayır. Bu motosikleti niyə almışdım? Bax, bu görünüşünü görə almışdım. Evə işə gedəndə, yəni bilsinlər ki, həkim gəlir, kuryer gəlmir. Düz indi də dayın sürürəm. Ona görə sürürəm ki, həm yolum uzundur, həm ara işləmək rahatdır ondan. Çünki elə vaxt gedirəm ki, çünki çox istifadə elədim. Elə vaxt gedirəm ki, Heydər prospektinə gedirəm. Orada da profka olur bəzən. Bəzən deyir, əks hallarda profka olur. Ara işləmək çox rahatdır və həmçində 28 tərəf. Haraysan gir, çıx. Bunu qaldırmaq, eləmək, ara işləmək, ara dönmək, nə bilim, biraz həqiqətən çətinlik yaradır. Ciddən çətinlik yaradır. Çünki elə şeylər var ki, rahat aradan istifadə edə bilmirsən, araya girə bilmirsən, alınmır. Amma dayınla onu edə bilirsən.